Ay kişilər, ay xanımlar, sizin bəzilərinizin həyat yoldaşı, övladlarınız, ayəyə baxın, əduvvən lakum. Düşməndir sanki Allahın yolunda. Sanki bizimlə düşmənçilik eləyir. Niyə? İmkan vermirsən yaxşı iş görəsən. Bəzi xanımlar belədir, qoymur Allahın vacibini eləyəsin. Bəzi kişilər belədir, qoymur həyat yoldaşı Allahın vacibini icra eləsin. Həyat yoldaşı icaba riayət etməlidir, bu imkan vermir. Ya məsələn, kişi vacibi verməlidir, qadın bu qaldı, o qaldı, bizə qalıb, vermədən özümüz qalmışıq, başqası qoymur. Sanki düşmənçilik eləyirlər Allahla, sizə düşmən, yəni Allahla düşməndilər. Fəhzəruhum. Buraxın onları. Buraxın onları, nə məndə? Atın onları, boşuyun yox, davamına baxın. Allahıma görün nə oyun, qurban olum Allah, nə qəşəng izah edib burada. Fəhzəruhum. Buraxın onları, neyniyim? Bəzilərinin xüsusiyyəti budur, biraz xoşuna gəlmədi filan kəs, qırdı atdı onu. Maşallah, qıra-qıra qeyir. O dost getdi, bu dost getdi, filan kəs getdi, bu getdi. Fəhzəruhum. Quran deyir, qopun onlardan, amma nə mənada? Deyən. Nəyin ki, onlardan ayrılın? Buyurur ki, İntəfu, əff edin onları.